Şəhidlər Xiyabanındayıq. Dediyiniz kimi 27-si noyabr 2025-ci il tarixində qəhrəman şəhidimiz evin tək oğlu olan İsmailov Tahiroğlu'nun şəhadətə yüksəlib şəhidlik zirvəsini uzaldığı bir gündür. Allah Teala Emin kardeşimin mekanın cennet, mekanını etsin ve Emin kardeşimin timsalında bütün şehitlerimizin mekanı cennet, mekanları olsun. Ve ben Azərbaycan Respublikası şəhid əlilləri və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin adından və şəhidin TV irtibatından şəhid anası olan Məlahət anamıza, Məlahət bacımıza və Məlahət bacımızın timsalında bütün şəhid valideynlərin hamısına Allah'tan səbr diləyirəm. Allah səbrinizi versin deyirəm. Bir daha şəhidlərimizin məkanı cənnət, məqamımız olsun. Çox sağ olsunlar ki, bugün Məlahət ananı tək qoymayıblar. Hamı burada məzar başındadır. Elə bu mənada istərdi ki, Məlahət ana öz qəlbindən keçən sözləri şəhidin TV izləyicilərinə satılsın. Buyur Məlahət. Çok sağ ol Cavit. Var ol, arkadaşlar. Var eləsin, her zaman gelirsiniz, yanımızdasınız. Bu 5 ildə mən həqiqətən də mən qürur duyuram ki, mən Emin kimi övladın anasıyam. Çok sağ olun, var olun. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin, ruhunu şad eləsin. Bu günlərsi biz əgər o torpaqlara gedirsə, bu şəhidlərimizin sayəsindədir. Çok sağ olun, Cavit. Allah sizi var eləsin, gələn ayaqlarınız var olsun. Çok sağ olun. Allah sizləri var eləsin. Hal-hazırda bizimle burada bir qəhrəman şəhidimizin de anası var. İstərdik o da anamız da öz ürəyindən keçən sözləri biz bulayıq. Buyurun ana. Mən də Ağcabədi rayonundan gəlmişəm. Şəhid Qulu Yetirullahın anası Zülfiyə ana. Bu günləri bizim qəhrəman oğlumuzun 5 ili tamam olur. Allah Məlahət tanıyır, Cüyə tanıyır, səbir versin. Çox ağırdır. Həqiqətən də həyatda ən ağır dərd bala dərdidir. Sağ olun. Atadan da, anadan da əziz bala dərdidir. Onu Allah heç kəsə heç qismət eləməsin. Biz gördüyümüzü gördük. Amma Məlahət ananın arxada düzdür. Allah sizin köməyiniz olsun. Allah xalqımıza dəyməsin. Yaxşı oğlanlarımız var. Demirəm. Təklər. Bizim kimi analar da Məlahət ananın yanındadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların yeri cənnətdə, onsuz da cənnətdədir. Həqiqətən də bunların hər birisi qəhrəmandır. Onlar 30 il bundan qabaq alınmış torpaqlarımıza son qoydular. Hər birisi. Onların hər birisinin qarşısında baş əyirəm mən, bir ana kimi. Allah yenə də xalqımıza inən belə pisliyi göstərməsin, ordumuzu qorusun, əskər balalarımızı qorusun, prezidentimizi qorusun, xalqımızı qorusun ki, bu şəhidlərimiz heç vaxt unudulmasın. Bir şey bilək ki, şəhidlər heç vaxt unudulmaz. Ona görə ki, o torpağa qədəm basa bilmirdi. Amma indi o torpaqlar ziyarətkeşdir. Mənim bir xahişim var ki, hər bir şey deyirəm. O torpağa əgər qədəm basanda birinci Allah rəhmət eləsin şəhidlərimizə. Hər zaman ora Quranla oxunsun, girsinlər. Ona görə ki, bizim balalarımızın damcı o daşlarda qanları tökülür. Mənim oğlum da Şuşanın daş altında şəhid olur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Analara da, atalara da, valideynlərin hamısına səbir versin. Allah sizin də köməyiniz olsun. Çox sağ olun. Anası qeyd edir ki, həqiqətən də övlad işi çox ağırdır. Amma ağır olmağına baxmayaraq çox həqiqətən də qürurludur. İşte ki, Allah Teala hər bir kəsə bu şəhidlik zirvəsini nəsib etmir. Biz qazilər də döyüş zamanı hər zaman arzu etmişdik ki, Allah Teala bizlərə də şəhidlik zirvəsi nəsib etsin. O yüzden belə bir söz deyirlər ki, şəhidlər ölməz, vətən bölünməz və biz ona görə heç vaxt şəhidlərimizə rəhmət yox, şəhidlərimizə salam olsun deyirik. Mən elə istərdim bu anda qəhrəman şəhidimiz Emin qardaşımızın ana əvəzi
olan Füzayət bacımıza da söz verək, bir xala kimi. İstərdik o da bir ürəyindən keçən sözləri bildirsin. Buyurun. Gələnlərin hamısına Allah Teala'dan sağlam can arzu edirəm. Allah hər birinizə can sağlığı versin. Yəni biz bugün Emin'in nişanına toyuna yığılmalıydıq, amma Emin vətən qəhrəmanı oldu. Yəni özünü qorumasa da Azərbaycan xalqını qorudu. Emin'in timsalında bütün şəhidlərin Allah məkanı cənnət eləsin, ruhun şad eləsin. Mənim bacıma da səbir versin. Emin ömürlük, əbədi Azərbaycanda qəhrəmanlıq səlnaməsi yazdı. Allah Eminin məkanı cənnət eləsin. Çünki yəni yad eləyib gəlmişsin, sağ olun, var olun. Səbinə xanıma da Allah can sağlıq versin. Terminatora da, yəni bu Cavidə də Allah can sağlığı versin. Bu əbədi həmişə çəkmiş qalacaq. Sağ olun, var olun. 2020-ci ildə Zəfər Ali Baş Komandanımızın dəmir yumruğu altında olan, birləşən, həmrəy olan, bir olan xalqımızın həmrəyliyi, birliyi heç bir zaman pozulmasın. Və mən elə bu anda istərdim ki, hər zaman şəhid ailələrinin yanında olan, şəhid ailələrinə dəstək olan və hər zaman şəhid ailələrinə özü bir ziyarətgah bilib, evlərini ziyarət edən Müşfiq qardaşımız da buradadır. İstərdik elə Müşfiq qardaşımızdan da bir ürək sözlərini eşidək. Bəli, bilirəm. Xoş günümüzdə böyük bir Allah onu balaların da xoşbəxt eləsin. Bu analarımızın hər biri qəhrəmandır. Çünki qəhrəman yetişdirmək o genetik olarak bir koddur. O da bizim genimizde var. Bu analarımızın, bu qəhrəman analarımızın genindən keçən bir koddur. Bu cür qəhrəman oğlan dünyaya gətirdi. Anamız demişler. Herkesi korudu, özü şəhadətə yüksəldi. Bəli, elə belə söz deyil. Bu tarixi bir sözdür. Bu sözü anamız Allah bilir bu sözü. Həqiqətən də şəhidlərimiz qəhrəmanlıq səlnaməsini yazdılar. Biz artıq Zəngəzurumuzu demək ki, geri qaytarırıq. Biz Zəngəzura geri dönüş edirik. Hələ Qarabağ dövüşündən sonra, Ankara'dan sonra daha da fikrimizdə tuttuğumuz, iz açan olanlarımız o izi açtılar. Bizim yolumuz inşallah Zəngəzura, inşallah Naxçıvana, Türk dünyasınadır. Bu şəhidlərimizin sayəsində, dövüşən olanların sayəsində. Anamız düz dedi, herkes o torpaqlara ayaq basanda, bura bizim şəhidlərimiz var, şəhidlərimizin kanı var o torpaqlarda, o daşlarda. Sədi qardaşımızın da yoldaşı buradadır, mən gördüm, bacımız buradadır. Qəhrəman Sədinin dostu kənarda dayanıb, mən biraz kez gördüm sağlamlığına qovuşdu. Allah balların saxlasın, bizim şəhidimizin evladın yetişdirir, böyüdür, oxudur. Həqiqətən də mən beləçi bacılarımızın hər kəs yanında olsun, xidmətində olsun, istər məhəllədə, istər məzarlıqda, onların şəhidlərin şəkillərinin silinməsi, məzarlıqların təmizlənməsində hər kəs əlbir olsun. Necə ki, Sədi kimi olanlar, Emin kimi, Sübhan kimi, bir çox Tural kimi, adını çəkilmədiyimiz, bəli, Nurlan kimi oğlanlarımız Elcan kimi. Bəli, bəli, saysız hesabsız oğlanların sayəsində necə ki birlik oldu. İndi də Allah Taala birliyimizi qorumasın, bayrağımız daima ucalarda olsun. Amin. Allah cəm şəhidlərimizin Yerin məkanı cənnət eləsin, sənə səbir versin. Hal-hazırda burada Cəbrayıl rayonu şöbəsinin Qazilər Birliyinin sədri Səbu müəllimlədir. İstərdik elə Səbu müəllim və şəhid qəhrəman şəhidimiz Emin qardaşımızın 5-ci il dönümündə öz ürəyindən keçən sözləri bildirərdi. Buyurun Səbu qardaş. Veteranlar İctimai Birliği olarak her an bütün şehit ailelerinde yanında olmuşum. Öyle de bir evladını vətən üçün fəda vermiş Qarabağ kanalının yanındayım. Bugünkü günlərdə danışmaq həm çətindir, həm də cəsarət tələb edir. Çətindir ona görə ki,
gözünün ağın qarası olan bir övladını bitirmiş adamın qarşısında söz demək çox məsuliyyət Bugün bu zəfəri bizə yaradan oğulların 5-ci il dönümündə. O 5-ci il dönümündə mən baxıram 1-ci il dönümündəki adamlardan görməyəndə sözün əsl mənasını inciyirəm. Öyle mi? O izdihamı biz davam elətdirdik. Naxçıvandan bir şəhid atası var. Dedi ki, bu atasının sözünü tam biz bu birinci savaşta olan şəhidlərimizin ben buraya gələn yoldaşlarla gedib ziyarət edirik. Yaxşı elə şəhidləri orada getməliyik. Vətənpərvərlik budur mu? Buydu mu 20-ci ildə biz bayrağa vurmuş maşınlarla gəldirdik. Hardasa öz içimizdə bəzi insanları mən qınayıram, haqlı. Bugün sayımız daha da şəhidin qardaş dedi məzarını silmək. Bu yaxınlarda Bakıxanov qəsəbəsində bizim bir şəhidin ayağından çıxan patilkasını, kaskasını, başından çıxan kaskasını 16 yaşında uşaq oğurlamışdı. Siyavuş Kalbaliyevin məzarından. O eləcə də böyründə bir nəfərin şəhid istifadələri gitar. Bu birisində bərər gəlir. Ailədə tərbiyə verilməməlidir. Ailədə vətənpərvərlik aşılanmalıdır. Şəhidin hansısa bir əşyasını götürən övladın günah valideynindədir. Onun tədris aldığı məktəbdədir. Ən azından onu aşılamalıdırlar ki, bu şəhiddir. Bizim başımızın tacıdır. Şəhidlərə biz ömür boyu borçluyuq, mənəvi borçluyuq. Allah gəlin şəhidlərimizə rəhmət eləsin. Allah xalqımızın qəlbindən silinməyən bir izi sildirmez. Çünkü biz ömrü boyu olsun da ermənilər bizdən düşmənçilik edir. Sonda barışlar olub, amma gərək biz qəlbimizdəki o kiri buraxmayaq, onlara qarşı. Allah rəhmət eləsin Allah. Məkanı cənnət olsun. Ruhu şad olsun. Bəli, bugün Emin qardaşımızın biz şəhadətə qovuşmasının 5-ci il dönümünün münasibətində bugün qarşılaşmışıq. Deyiləcək bütün sözləri də Səbuh müəllim dedi. Mənim deyəcəklərimdən də artığım dedi. Həqiqətən də biz şəhidlərimizi unutmamalıyıq. Yəni, həm onların keçdiyi o şəhidlik yolunu, həm onların medialar orada göstərdiyi qəhrəmanlıq, güzəliyi çox yaddan çıxartmalıyıq. Biz bu günlər o işğaldan azad olunmuş rayonlara ziyarət ediriksə, səfər ediriksə, burada uyan qardaşlarımız sayəsində. Məhz öz canlarını vətəni fəda verdikləri üçün biz bu günləri həm bunu işğaldan azad olunmuş rayonlara rahat gedə bilirik. Bir də Allah rəhmət eləsin. Həm öz adından, həm Cəbrayıl rayon icraçılığının başçısı Kamal müəllim adından. Allah rəhmət eləsin deyirəm. Bugün burada tədbirdə iştirak edən hər bir kəsə həm öz adından, həm Cəbrayıl rayon icraçılığının əməkdaşları adından təşəkkür və minnətdarlığımı bildirirəm. Çalışaq ki, bu kimi tədbirlərdə sayımız çox olsun. Yəni il-ildən keçsə düzdür, azalma müşahidə olunur. Ancaq heç vaxt yaddan çıxarmamaq üçün bu qardaşlarımız öz canlarını vətəni fəda verir. Bir də Allah rəhmət eləsin, məkanı cənnət olsun. Əsas o da azalsa da müəllim. Allah cəmi şəhidlərimizə ruhunu şad eləsin deyirəm. Allah qazilərimizə şəfa versin. Və Məlahat Hanıya Allahdan səbir diləyirəm. Allah Eminə ruhunu şad eləsin. Bu şəhidlərimizə ruhu şad olsun. Yəni o eşqi bizə verən Allahdır. Allahdan arzu edirəm, Allah bizə verən o şəhid eşqini bizlərdən almasın. Çünki onlara eşqin olmasa, o yaxşı iş olmaz. Və müəllim də qeyd elədi, adam əslində az deyil, əslində adam çoxdur. Niyə çoxdur? Çünki burada elə insanlar var ki, onların ətrafında 2 milyon insan var. Biz birimiz 2 milyon insana dəyirik. Ona görə də təmiz adamlar olsa, az olmağı daha gözəldir. Sən mənə deyilən mahnılarım, deyilən valla mənim mahnımı 5 nəfər istəsin. Amma təmiz adam istəsin, mənə yetər. Ona görə də Allah sənə səbir versin. Bizim nə qədər canımızda can var, sənin yanındayıq. Səbirli ol. Yəni belə bir şeydir ki, buna işte demək olmaz. Nə deyək, adam bilmir ki, nə desin. Bir dənə səbir dilir Allah'tan. Allah şəhidlərimizin ruhunu şad eləsin. Qazilərimiz Allah şad eləsin. Allah falan yerim. Eminim. Melahat Hanıya, Cihat Hanıya. Sağ olun. Çok
Sağ ol. Allah sabır versin. Güzel şartlar Çok sağ ol. Allah size can sağlığı versin. Həmişə yanımızda olmuşsunuz. Allah sizə kömək olsun. Mən ancaq onu deyə bilərəm ki, Allah Məlişə səbir versin. Bizim hələ övladlarımız ola bizim səbrimiz yoxdur. Allah səbir versin. Allah can sağlığı versin. Sağ ol. Qəhrəmanlıqla şəhidlik məqamın ucayısı, anası Məlahət Hanıya, doğmalarına, yaxınlarına alırsan, səbir diləyirik. Evin yeganə oğlu, vətəndarda olan zaman silaha sarıldı və qəhrəmanlıqla ərazi bütövlüyümüz uğrunda sərsiz bir vətən çaldı. Emin İsmail'in ana qucağından istəyib vətən torpağını sevdi. Qəlbində o qədər vətən eşqi, vətən sevgisi oldu ki, anasını bizlərə, bu xalqa, bu millətə əmanət qoyaraq və qəhrəmanlıqla döyüşdü. Şəhid oldu. Bugün Emini ziyarətə gələnlərin ardı-arası kəsilmir. Emin kimi oğullar, vətən oğulları. Bu vətən sizi unutmadı. Vətən sağ olsun. Tek başına indi çətinliklərlə döyülmüş Emin balamızın və nəşi uzun müddət sonra tapılmış Emin balamızın ümidində yaşmışıq. Bəli, hər bir şəhidimiz bizim üçün qürurdur, şərəfdir, amma eyni zamanda ağrıdır, acıdır, xüsusən də onları dünyaya gətirmiş valideynlər üçün, onların əziyyətini böyütmüş valideynlər üçün ağrıdır, acıdır. Allah Emin balamızın, cəm şəhid balaların burada uyuyan, digər bölgələrimizə uyuyan şəhid balaların ruhlarını şad eləsin, məkanlarına Evadına, Çullu Kənd Orta Məktəbinə gəlmişik. 7 A sinif şagirdləri Emin İsmailovun adını daşıyır. 3 ildir biz şəhidin ziyarətini hər il ziyarət edirik. Anamızı ziyarət edirik, borcumuzdur. Nə qədər ki canımızda can var, hər zaman ad günündə də, anam günündə də gəlirik, gəlməliyik, borcumuzdur. Bütün şəhidlərin qarşısında baş əyirik. Emin İsmailov bizim ürəyimizdə, qəlbimizdə həmişə olacaqdır, var. Biz onun hesabına, biz onun sayəsində yaşayırıq. Onun haqqında məlumatları həmişə şagirdlərimizə məlumat veririk. Allah valideyninə səbir versin. Biz onun ruhu qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Eləyirlər. Yazır ayəyi Quran, onlar sağdır deyirlər. Şəhadətdə həyat var, şəhid sağdır deyirlər. Bu yol rahibəqadır, bu yolda ölən olmaz. Salam şəhid anası, mən də sənin bir balan. Olmasam da qəhrəman, Şüa Kəlbəcər olar. Eminin də gözünün burasından yaşı. Ağlayır, mən istəyir, ağlayır, gitməlisin. Quran Məclisi çox uzatmayaq, biz başlayaq. Olur ki, inşallah Quran-ı Kərimdən bu Məlahət ana, Şücana istəyidir, ayələr tilavət olunsun, ondan sonra məclisimiz açıq elan olunsun. Sallallahu alə Muhammed və ali Muhammed. Yenə deyirəm, məndən asılı olan bir səbəb deyil, təam yiyirsiniz, sizi ayrı salmaq istəməzdim, amma heç olmasa 5 dəqiqə əgər sakitliyə riayət edə bilsən, Quran ayələrinə hörmətən və bu sizin adınızdan, eləcə də ananın adından, yaxınlarının adından ithaf olur, mərhum şəhidimiz başda olmaqla bütün şəhidlərin ruhuna. Ya Allah. Şeytanirracim. Bismillahirrahmanirrahim.
Amma əyləşmirik. Bir daha sizin hamınızı xoş gördük. Emin qardaşımızın bu gözəl məclisində. Bəlkə də biraz qəribə səslənə bilər. Xahiş edirəm, diqqət eləyək biraz. Deyə bilərlər ki, bu dünyasını dəyişmiş bir övladın acısını yaşayan bir ana və onun təşkil etdiyi bu məclisdə biz bir aparıcı kimi, daha doğrusu bir Quran qarisi, ilahiyyatçı kimi, mən burada deyirəm, gözəl gündə, bəlkə də bu çoxuna qəribə gələ bilər, qəribə səslənə bilər. Niyə gözəl gün? Niyə üçün gözəl? Həzrəti Zeynəb sələmullah əleyha Kərbəladan sonra, qardaşını itirəndən sonra ona tənə vurdular, ona 1000 dənə söz dedilər o qarşı tərəf. İmam Hüseyin və onun əyalına işgəncə eləyənlər zülmə məruz qaldınız deyə tənə vurdular. Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Baxış bucağı həyatda hər şeyi həll edir. Bu baxış bucağıdır. Biz əgər baxış bucağımızı fərqli etsək, şəhidlərimizin də nə qədər gözəlliyə sahib olduqlarını müşahidə edə bilərik. Quran-ı Kərimdə məşhur bir ayə var, Buruc surəsində. Deyir ki, وَشَاهِدٌ وَمَشْهُدٌ. Mən bunu tez-tez məclislərdə deyirəm, amma bunu təkrar yenə deməyə məcbur oluram, aktuallığını itirməyən bir şeydir çünki. وَشَاهِدٌ وَمَشْهُدٌ ayəsi, o bildiyimiz məşhur ayə var, şəhidlər Allah dərgahındadırlar, onlar ölmürlər, onlar zaten diridirlər. Amma bir ayə də var ki, وَشَاهِدٌ وَمَشْهُدٌ, Allah orada and içir, and olsun şəhidə, and olsun şahid olana və şəhadət verənə. Çoxları bəlkə də şəhid sözünün terminoloji mənasını bilmir. Əfsuslar olsun ki, bugün bəzi TV-lərdə, bəzi efirlərdə həlak, ağır itkidə, başqa cür ölən və şəhid qeyri-şəhidlərə həlak oldu deyərlər. Məsələn, adətən ziyalı insanlara, bunun üçün biraz filoloji tərəfini öyrənmək lazımdır. Təbii ki, mənə filologlar razılaşar. Vəfat etdiyini hər adama deməzlər. Niyə görə? Mən buna ərəb dilçiliyinə görə danışıram, Quranı bildiyimə görə danışıram, üzr istəyirəm. Salam Kərbəla, Coşqun da gəldi, xoş gəldi, buyur qız. Canımız. Deyir ki, filan kəs vəfat elədi. Bizdə adətən bu tendensiya formalaşmışdı. Ziyalı kontingentin arasında filan kəs nüfuzlu bir adamdır. Deyərdilər ki, Kərbəla Rüslan, filan kəs vəfat etdi.
Vəfat nədir? Vəfu ənlə, vəfa göstərməkdəndir. Vəfat etdi. O da vəfat etdi. Cəmaatın balasının narkomaniya qurşadan da vəfat elədi. Məntiqsiz olaraq nəyə vəfa göstərdi ki, bu vəfat etdi? Ona görə bir şeyi biləndə termini bilmək lazımdır. Hə, biz deyirik ki, üzr istəyirəm ifadəmə görə. Allah sizləri var eləsin. Hacı, mən bəzən baxıram, fikirləşirəm ki, bəzən çox kədərlənirəm, deyirəm ki, Emin məni bu dünyada tək qoydu, getdi. Amma baxıram sizlərə, bunlara deyirəm, yox, bugün mən deyiləm. Emin özü getdisə, sizin kimi qeyrətli oğullar, qızlar, analar mənə qoydu. Allah sizləri var eləsin, Allah sizin hamınıza can sağlığı versin. Bura gələn hər kəsə təşəkkür edirəm ki, heç vaxtı bizləri tək qoymursunuz. Heç vaxt şəhid ailələrin, şəhid anaların yaddan çıxartmırsınız. Ruslan müəllim, Allah sizə can sağlığı versin. Bu 5 ildə hər zaman yaxşı günümüzdə, pis günümüzdə bizlə ağladın, bizlə güldün. Bir ananın gözü yaşaran kimi sənin gözlərinin çolur qıpqırmızı. Hər zaman da mən ona baxıram. Sənin timsalında bütün qeyrətli oğullara Allah can sağlığı versin. Bugün əlbəttə ki, mən eminsiz ola bilərəm. Amma sizlər mənim yanımdasınız. Bu günləri sizləri görəndə mən həqiqətən də qürur duyuram ki, Emin gör mənə necə insanlarla tanış elədi. Çox sağ olun, var olun. Allah sizləri qorusun. Mən bugün fəxr edirəm ki, Emin kimi oğul böyütdüm. Necə insanlarla Emin bu günləri əvvəl məni heç kimi tanımırdım. Amma bugün mən bütün Azərbaycan tanıyır ki, mən Emin İsmailovun anasıyam. O da Eminin timsalında. Çox sağ olun. Allah sizləri var eləsin. Mən çalışıram hər zaman kövrəlməyim. Çünki mən bir qürurlu ana olmaq istəyirəm. Mən çünki qürurlu oğlun anasıyam. Mən Eminin anasıyam. İstəmirəm ki, hər yerdə kövrəlim, özümü aciz görsənim. Çünki biz qürurluyuq. Bizim 30 illik həsrətimizə bizim şəhidlər son qoydu. O şəhidlərin də anası heç vaxt ağlamaz. Çünki qürurdan gəzər ki, biz qürurluyuq. Çox sağ olun, var olun. Burada olan hər kəsə təşəkkür edirəm. Hacıya da təşəkkür edirəm ki, Hacı Rafa da təşəkkür edirəm ki, bugün bizim üçün bu şəraiti yarattı. Allah canını sağ eləsin, Allah ruzusunu, bərəkətin bol eləsin, təşəkkür edirəm, var olun. Gələn hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm, var olun. Sağ olun. Bütün gələn qonaqların hamısına xoş gəldin deyirəm. Şəhid analarının əllərindən öpürəm. Yaşda mən onların hamısından böyüyəm. Mən onların əllərindən öpürəm. Ona görə öpürəm ki, bu günlərisi bizim övladlarımız belə xoşbəxt gəzirsə, bu şəhidlərin hesabına gəzir. İkinci, mən Eminin bir balaca qrupu var. O qrupun adı Emini Yaşadaq qrupudur. Mən o qrupun bütün üzvlərinə, şəhid analarına, oradakı qızlarımıza, balalarımıza, başda Ruslan müəllim olmaqla öz təşəkkürümü bildirirəm. Bu qrupda hamı bilirdi. Amma bu gələn qonaqların, Nəsim rayon icra hakimiyyətindən, polis idarəsi, hamısını bizi Emini sahib gəlin. Bax, bu gələn qonaqlar, hamısının gələn ayaqlarına qurban olum ki, mənim bacımı bu günlərisi tək buraxmadılar. Emin öz şəhidliyi ilə dünyada heç bir kamalmadır. Amma Eminin anası, Eminin vətənində yaşayanlar xoşbəxt ki, öz canını yaşamayaraq, öz canını fəda verdi bütün Azərbaycan xalqına, eləcə də bütün şəhidlər. Mən sizin hər birinizə təşəkkür edirəm. Ən başlıca Ruslan müəllimə mən öz təşəkkürümü bildirirəm ki, Ruslan müəllim bu 5 ildə bütün şəhid analarını, o şəhid anaları ilə bərabər də, yəni mənim bacımla ağladı, güldü, yəni elə vaxt oldu ki, günlərlə yəni studiyada yatdı, təzədən biz qayıtdıq getdik rayonlara şəhid tədbirlərini yola vermək üçün. Bir sözlə hər birinizə təşəkkür edirəm.
Hacı sənə də təşəkkür edirəm ki, heç vaxt bizim sözümüzü yerə salmamısınız. Hər birinizin gələn ayaqlarına yaşda böyük olaraq mən qurban olum ki, mənim bacımı, Emini heç vaxt siz tək qoymadınız. Mənim bacım o qədər qürurlu bacıdır. Mənim bacım deyir ki, mən Emini nə toy eləmədim, nə ad gün eləmədim, nə əskərə gedəndə yola salmadım. Görmədim də heç birini. Amma mən sizin balalarınızda, nəvələrinizdə, əzizlərinizdə Emində görmədiyimi görüm. Yəni belə qürurlu ananın yanında olmaq və mən bir bacı olaraq 10 yaş məndən balacadır, mən onun ayaqlarının altından öpürəm. Çox sağ olun, Allah sizdən hər zaman razı olsun. Mən bir kəlmə deyim, mikrofona ötürüm sizə, sözü verim sizə. İki övlad tez-tez bunu deməklə yara təzələmək kimi bir niyyətim yoxdur həqiqətən. Yaraları təzələmək istəmirəm. Amma həqiqətən insan 2 dənə övladını itirsin və Allah yolunda, vətən uğrunda şəhid versin. Həqiqətən bu insan, bu şəxs kimi şəxsiyyətdir, fədakar, duruşu, yerişi, dik durmağı bizə çox şey öyrədir, vücudu bizə çox şey öyrədir. Buyurun bana. Allah'ın salamı olsun şehitlerimize, şehit sevenlere, şehit analarına, şehit valideynlerine. İlahiyatçımız çok güzel sözler söyledi. Var olun. Şehitler bize binlerle evlat verdi. Ben İmamla Behlem'in timsalında o kadar oğullar kazandım ki, o kadar güzel kızlar kazandım ki. Hamısı İmamla Behlem'in bacı ve kardeşleri oldu. Başlarsa evladımız olmakla, yani bütün evlatlar bizim evladımızdır. Benim şehit ailelerinden tek bir her zaman xahişim olar ki, hiç zaman düşünmeyin ki evlatlarınızı yitirdiniz analar. Görün ne güzel evlatlar nasip etti bize evlatlarımız. Bugün etrafımıza yığılan bu evlatlar yalnız şehitlerimizin bize veren emanetleridir. Biz o emanetleri de elə korumalıyıq ki, onlara elə baxmalıyıq ki, fərq etməməliyik ki, bugün onlar kanımızdan, canımızdan değil. Eğer kanında Azerbaycan kanı akırsa, o elə bizim kanımızdan ve canımızdandır. Vətənin sevirsə, o bizim canımız ve kanımızdır. Vətən sevən hər bir kəs, vətənin yolunda gerek olarsa canından da keçməlidir. Bugünləri şehitlerimiz, İmam Bəhləm, Emin balamız ve onun timsalında bütün 3000 evladımız canından keçdisə, analarının, bacılarının dik duruşu ve qeyrəti naminə. Qeyrət nə bazarda satılır, nə bakkalda satılır. Onu kimse alabilmez. O bu milletin alnına yazılan, bu milletin canında, kanında olandır. Bizim Azerbaycan halkı kimi, Azerbaycan devleti kimi ne güzel devlet, ne millet, hele ben dünyada görmemişim. İller keçib, əsrlər keçib, sərkərdələrimiz olub, cavanşirlərimiz, babəklərimiz, nəbilərimiz olub. Ama 44 günün içinde 3000 övlad, cavanşirlərin də, nəbilərin də, Köroğluların da adlarını bir daha kaldırıb. Onlar tek bir yolu seçtiler, şehadet, vətəninin yolunda ölüm ve qələbə. Bugün biz başımız dik içi bütün şehit aileleri olmakla Azerbaycan halkı ayaküstü dik kalıpsa, dünya Azerbaycanlıları bugün dünyaya dik bakırsa, yalnız şehitlere borçludur. O şehitler ki, şehitler ağası, şehitler Sərvəli Ağa İmam Hüseynin konaklarıdır. Onların
gedişi yalnız Hüseyin yolu oldu. İmam Hüseyin hele bile şehadete gitmedi. 72 əskerin sərkərdəsi 35.000 40.000'e karşı döyüşüp hak ve adalet uğrunda şehit oldu. Bak o yol, şehitler o yolu seçti. Onlar o yolun yolcusu oldu. Dünən Mingəçevir şəhərində bir mayor yaxınlaşıb mənə deyir ki, bir saat İmanla Bəhləmlə döyüşlü oldu. Oturup meşədə çörək yedik. İlk dəfədir ki, deyir, görürdüm ki, ölümə gülə-gülə gedəsən. Bir saattan sonra deyir, artıq heç bir səs-səmir eşitmədik. Özü də yaralanıb. Yəni, bax, buydu İmam Hüseyin yolu. Budur Allah'ın verdiği şehide nasip olan yol. Yine deyirəm, şehitler hiç vaxt ölmüyor. Ölü geriye gelir. Şehitler Allah'ın yanında rozlanır. Ana, sen düşünme ki, Emin təkcə sənin evladındır. Artıq şehitler şehit olma kimi bizim evladımızdır. Artık bütün dünya Azerbaycanlıların, dünyanın, Azerbaycan halkının, şehidin seven insanların evlatlarıdır. O kadar güzel evlatlarımız var ki, vallahi ben her zaman deyirəm, ben evlatlarımla gurur duyuram. Ben İmanla Bəhləm olmasa da, bu 5 yılın içinde şəxsən bizi yaşadan, bizim eve gelip giden evlatlardır. İki Ruslan, benim burada güzel bir kızım var, Güler Hanım. Bir ata kimin olduğunu götürüyorum. Her zaman son nefesime kimin bu dünyada da evladımsam, o dünyada da İmanla Bəhləmin bacısısam. Var olun, sizi çok yormayacağım. Allah bütün şehitlerimizin məqamını uca eləsin. Güzel evlatlarımızı her zaman korusun. Var olun. Qeyd eləmək istəyirəm, tez-tez də vurğulayıram. Coşqun özü də Vətən müharibəsi iştirakçısıdır. Özü həmişə mütəvazi davranır, amma mən yeri gələndə deyirəm. Özü də zona olaraq bizim dəyərli Qarabağımızdandır və həqiqətən fədakar bir insandır ki, şəhidlərimizin məclisində sağ olsun gəlib iştirak edib, artıq neçə ildir təsasül silsiləvari. Rahmetullah, Allah'ın salamı olsun. Cəmi vətən şəhidlərimizə Allah'ın salamı olsun. Şəhid analarına, şəhid atalarına, qazilərimizə və gələn, şəhidin əziz tutub gələn hər bir qonağa Allah'ın salamı olsun. Mən də minnətdarlığımı bildirirəm. Allah səbir versin mənə aydın. Allah şəhidimin qardaşım, onun timsalında cəmiyyən şəhidlərimizi Hz. İmam Hüseyin, Hz. İmam Həsənlə, 12 imamla, 14 məsumla, 124 min peyğəmbərlə məşhur eləsin və əziz dəyərli qardaşım, Azərbaycan beynəlxalq səviyyəli qarimiz Ustad Hacı Rəşad bizi təqdim elədi. Allah var eləsin. Hacının da bu camiyyədə böyük zəhməti var və o cümlədən də Azərbaycanın sevimlisi, şəhid analarının sevimlisi, əziz, gözəl bəstəkarımız, Ustad Hacı Ruslan qardaşım. Allah salamat eləsin. Ruslan Səfəroğlu böyük zəhməti var bu şəhidlərimizin qapısında. Daim şəhid anaların yanındadır. Allah vücudun vebal eləsin. Allah özünü və ailəsini qorusun inşallah. Şəhidlərimizin adına bir neçə bəstələri var. Mənim üstümdə də haqqı var. Bir neçə ilahimizin ərsəyə gəlməsində böyük zəhməti var. Hacı Ruslanın, Allah səyi salamat eləsin inşallah. Və elə Hacı Ruslanın demək olar vasitəçiliyi ilə Komandan qərarım verdi, Azərbaycan ordusu yola salındı. 30 il həsrətdə qalan torpaqlar 44 günə düşmənlərdən alındı. 30 il həsrətdə qalan torpaqlar 44 günə düşmənlərdən alındı. Unutma şəhidləri, o döyüşən əskərləri, bütün dünya tanıdı Azərbaycan səni.
Canların qanların fəda etdilər Torpaq uğrunda bizim şəhidlər Əlin ayağını itirdi gəldi Nə qədər qazilər cəsur igidlər Canların qanların fəda etdilər Torpaq uğrunda bizim şəhidlər Əlin ayağını itirdi gəldi Nə qədər qazilər cəsur igidlər Gözünə diş baxan əskər Söylədi kəfənin qoy bayraq olsun Ata, ana bayraq basıb bağrına Şəhidlərə səlam olayar Bizə şərafət aldılar Şəhidlərə səlam olayar Şəhidlərə səlam olayar İgidlərə 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 səlam olayar Şəhidlərə səlam olayar Bizim gözəl Quran qarimiz, sizə təşəkkür edirəm. Bizim də tədbirlərdə hər bir zaman Quranı oxuyursunuz. Gözəl alimsiniz, həqiqətən gözəl Quran qarisi. Sizə təşəkkür edirəm. Və burada əyləşən şəhid analar, sizləri salamlayıram. Ölümü ilə ölümsüzlüyə qovuşan şəhidlərimizə salam olsun deyirəm. Bugün biz şəhidimiz Eminimizin ocağına yığışmışıq. 5 il bundan öncə ən uca məqam olan şəhidlik məqamına ucalmış şəhidimiz. Bu, bizi 30 illik həsrətə qovuşduran igid qəhrəman oğullar. Hər birinizin müqəddəs ruhunuz qarşısında baş əyirəm. Şəhidlərin, belə deyim, şəfaəti üzərində olan bəndələrdən qərar versin Allahım. Bilmirəm necə deyim, necə təsəlli verim, ancaq bir onu bilirəm ki, mən özüm şəxsən qürur duyuram şəhid analarla bir arada olanda, bir məclisdə olanda və fəxr edirəm ki, məhz mənim bu cür analarla bir süfrədə əyləşmə imkanını Allahım mənə verib, çox şükürlər olsun. Və bizim bayrağımızı daim ucalara qaldıran, zirvələrdə dalğalandıran məhz sizin qəhrəman oğullarınızdır. Allah sizlərə bolluca səbir versin. Bütün analar, hər birinizi bağrıma basıram, əllərinizdən öpürəm. Haqqınız danılmazdır, ödənilməzdir. Çünki anaların haqqı ödənilməzdir. Siz o cür qəhrəman oğulları dünyaya gətirən Azərbaycan xanımsınız. Sizin tərbiyəniz, verdiyiniz vətən, aşıladığınız vətən sevgisindən yaranıb onlar könüllü surətdə, əskəri də, zabiti də hamısı bir yumruq altında birləşib vətənimizi, 30 illik həsrətimizə bizləri qovuşturdu və yağı düşmən işğalından 30 illik həsrəti 44 günə aldı. Kesinlikle tuğalar olsun. Çox danışmayan elimiz haqqında bir vaxtımız var, o ifadeyi baş əyiləm şəhid Allah'ın qarşısında. Özkanıyla milletini Tevzülümü eskılımı tökülen dağılsın Bu her şeydanıza kaldı vətən qeyrətini Şərəflə canı verir Azərbaycan üçün Bu her şeydanıza kaldı vətən qeyrətini Şərəflə canı verir Azərbaycan üçün Candır emin Ömrünü halkına kurban eden insandır emin Candır emin Yemin ölmez yaşayan canlı
kahramandır emin, candır emin. Ömrünü bizlere kurban eden insandır emin, candır emin. Şehit ölmez vatan, uğruna kurbandır emin. Kahramandı, ay ana diş tut başını. Ona namus, ona gayret, ana torpadır ama. Dövüşte hılas edildi, çok yiğit kardeşimi. Taşıyır daim leylerde emin sağdır ama. Dövüşte hılas edildi, çok yiğit kardeşimi. Taşıyır daim leylerde emin sağdır ama. Emin, ömrünü halkına kurban eden insandır emin, candır emin. Emin ölmez yaşayan canlı kahramandır emin, candır emin. Ömrünü bizlere kurban eden insandır emin, candır emin. Şehit ölmez vatan, uğruna kurbandır emin. Senin için kahramanlık ne kadar yaralar aldım, dövüşür bir oldum. Kamandirle bir düşmana meydan oldum. Çok büyük bir şerefle boşanda şehit oldum. Kamandirle bir düşmana meydan oldum. Çok büyük bir şerefle boşanda şehit oldum. Candır emin, ömrünü halkına kurban eden insandır emin, candır emin. Emin ölmez yaşayan canlı kahramandır emin, candır emin. Ömrünü bizlere kurban eden insandır emin, candır emin. Şehit ölmez vatan, uğruna kurbandır emin, candır emin. Ömrünü halkına kurban eden insandır emin, candır emin. Emin ölmez yaşayan canlı kahramandır emin, candır emin. Hamımızın hörmətlisi, hamımızın sevgilisi Ruslan qardaşımızın fədakarlığı nəticəsində inşallah. Gedirəm fəma, gecələr yuxuma gəlirsən yaman. Mənə qəhrəmana adın yaşadır, qamətinə boyuna qurbanam olur. Sənin tək neçə qul keçdi canımdan, torpağa can
çəkilmir yara olan sinəmdən. Sənin tək neçə oğul keçdi canımdan, torpağa can verdin sən öz qanından. Mən fəxr edirəm emin sənin adınla, şəhid olan canına qurbanam olur. Sənin tək neçə oğul keçdi canımdan, torpağa can verdin sən öz qanınla. Mən fəxr edirəm emin sənin adınla, şəhid olan canına qurbanam olur. Herkese salam olsun. Azərbaycan adını qəlbində, ruhunda, beynində həkk eləyib, tarixə həkk eləyən ruhların hər birinə salam olsun. Müqəddəs ruhları dünyaya gətirən, yəni şəhid analarımıza salam olsun. Bilirəm ki, bizim əhatəmizdədirlər. Bilirəm ki, bizimlədilər. Salam olsun. Azərbaycanımın adını canıyla, qanıyla tarixə yazan şəhidlərimizi hər birinin ruhuna. Heç nə deyə bilmirəm. Zaten onların sözlərini qanlarıyla tarixə yazırlar. Sevgilərini tarixə bir ömür boyu əbədi yaşar. Analarının bugünkü gün cənnət anaların ayağı altında deyəndə mən sadəcə olaraq Məlahət ananın simasında bütün şəhid analarının başı sağ olsun, ömrü uzun olsun və bizim yadigarımızsınız. Siz bizə onların yadigarısınız. Şəhid tək sizin deyil, bizimdir. Mən Vəhdət Partiyasının Gənclər üzrə sədri olaraq onlar da bizim gənclərimizdir, onlar bizim fəxrimizdir. Onlar bizim ən ulu məqamda, ən müqəddəs məqamda, ən gözəl məkanın sahibi olan gənclərimizdir. Var olasınız, Allah sizi bizə çox bilməsin. Emin mənim şəhidimdir, hər biri mənim şəhidimdir. Gözümün qarşısında böyüyən o eminə mən sadəcə olaraq bir söz deyə bilərəm. Sən öz borcunu artıqlaması ilə ödədin. Bizim borcumuzsa səni sevərək həmişə anmaqdır. Bizim borcumuzsa sənin yadigar qoyduğun bir tək ananı vurmaqdır. Biz sizə bir ömür boyu borçluyuz. Razı olsun. Hər vaxtınız xeyir olsun. Mən Məlahət ana başda olmaqdan bütün şəhid analarımın qarşısında baş əyirəm. Hər birinizə salamlayıram. Şəhid ailələrimizə can sağlığı arzulayıram və mən hər zaman özümə borc bilirəm deyim ki, o qəhrəman evladları dünyaya gətirən siz qəhrəman analarsınız. Allah sizlərə can sağlığı versin. Siz yaşayın ki, o gözəl balaları da yaşadın. Və artıq 5 ildir zəfərimizi qeyd edirik. Yəni, tökülən qanların, verilən canların hesabına biz bugün azadıq. Bugün, necə deyərlər, azad ölkənin azad vətəndaşlarıyıq və bunun üçün də şəhidlərimizə, qazilərimizə borcluyum. Siz olmayan, tazə bəyi, hələ ata olmayan, emin kimi nişanəsi qalmayan neçə şəhidlərin bacısıyam mən. Bir neçə bacısı olanların da, muradı gözündə qalanların da, can üstə xəyala dalanların da, bütün şəhidlərin bacısıyam mən. Neçə başsız gələn bədənlərin də, arzusu gözündə gedənlərin də, anası intihar edənlərin də, neçə şəhidlərin bacısıyam mən. Adına şirin çay içmədiyimiz, hələ zövcəsini seçmədiyimiz, bəylik libasını biçmədiyimiz neçə şəhidlərin bacısıyam mən. Ay Allah, nələr çəkdi bəlalı başım, üzümdə cığır saldı gözümdən axan yaşım. Deyirəm ki, təkcə Emin deyil ki mənim qardaşım. Bütün şəhidlərin bacısıyam mən. Bütün şəhidlərin bacısıyam mən.
Allah şəhidlərimizin məkanına cənnət qərar versin. Nə deyim? Siz hansı hissləri keçirirsiniz? Allah sizlərə can sağlığı versin. Unutmaq olarmı şəhidin adı? Mübarək yükü var çiğinlərində. Məni doğulub qaytardı vətən torpağı. Yaşayar hər zaman Mən də Əməliyyat Anaya can sağlığı diləyirəm, ona uzun səbir gözü diləyirəm.
bugün evin hamımız bilir, bugün evin yeganı övladı. Emin qardaşımızın il dönümüdür. Bütün şəhid valideynləri əlindən gələn edir ki, şəhid olan övladları unudulmasın, yəni əllərindən gələn edirlər. Məlahət ana da Eminin adını yaşatmaq üçün Eminin adına Emini yaşadaq bir qrup açır. O WhatsApp qrupu açır. Biz də o qrupda varıq. Sağ olsun ki, bizi də o qrupa adresidir. Görüb orada məsləhət bilib ki, Azər də onun yanında olmalıdır. Və fəxr edirik, 5 ildir biz də Onlar Yurdu ailəsi olaraq heç bir dövlət qurumu deyilik, heç bir yerdən maliyyə dəstəyi almadan Ruslan qardaşımızın sözünü həmişə deyirəm, şəhidimizə olan eşq bu 5 ildə, yəni biz eşqdir ki, 5 ildə bu ailələrin yanındayıq. Bütün Azərbaycan üzrə bacara bildiyimiz qədər tam təmənnasız şəhidlərimizi ziyarət edirik. 2 dəfə bu yaxınlarda əməliyyat keçirtmişəm, dünən xəstəxanadan çıxmışam. Amma ağır əməliyyatdan keçdiyimə baxmayaraq, mən bugün burada olmağı özümə bir borc bildim, Eminə olan borcumu bildim, anaya olan borcumu bildim. Bu günləri mən burada iştirak edirəm. Bütün burada olan şəhid valideynlərini salamlayıram. Allah ümumən Azərbaycan şəhidlərinin ruhunu şad eləsin və biz sadə insanlara şəhiddən olan sevgini ürəyimizdə daha çox etsin ki, daha çox bir insanların yanında olan bir insan adına yazdığım bir mahnı ifa edeyim. Allah hər birinizdən razı olsun. Burada 2 dənə şəhid yoldaşları var. İkisinin adı Gülüdür. Allah onların da yoldaşlarının ruhunu şad eləsin. Onları da salamlayıram. Bütün şəhid analarının əllərindən öpürəm. Və burada 2 şəhid atamız var. Elman ata və bizim qəhrəmanımız, Elcanımızın atamız buradadır. Və icazənizlə Eminin mahnısını ifa edək. Allah Eminin ruhunu şad eləsin. Allah elvini sizə çox görməsin. Çünki sizin 2 dənə ananın əziyyətini çəkən mənim Elvin qardaşımdır. Əli aşıqı, öpürəm səni. Mənim hacı qardaşım Rəşadı da salamlayıram bir daha. Sağ olun. Etmeyen güzel bana bir peylik libasına giymeyen güzel bana bakıram yana yana şekillerde koyun anam kurban benim çalmayan doyun anam kurban benim çalmayan doyun İllerdir gözyaşımla yudum mezar taşım her il sensiz qeydettim değişmeyen yaşım min bir eziyetim böyüttüm seni kaş zaman geri dönersin de yeniden doğur. Bugün ilk önce bura yığışan şəhid analarını salamlayıram. Şəhid analarına biraz duygusal artıq müraciət edəcəm. Birinci deyirəm ki, halallığını verin bizə. Nəfəs aldığımız bu havanın, gəzdiyimiz bu torpağın, yediyimiz yeməyin, içdiyimiz suyun, təbiətində gəzdiyimiz, zövq aldığımız Qarabağın halallığını verin bizə. Çünki bunların hamısı sizin övladlarınızın haqqıdır. Övlad itirən analar, belə deyim, valideynlər, bu dünyada cəhənnəmi yaşayır, biz bunu bilirik. Amma şəhid analarının dərdi, bütün Azərbaycanın, vətənin dərdidir. Şəhid analarının dərdinə şərik olan yüzlərlə Azərbaycan oğlu qızı var. Mən sizin hər birinizin qarşısınızda baş əyirəm. Bu bizi görüşdürənə şükür. Bu dərdi bizə verən Emin kimi oğlanların anasına şükür. Ana, Emin kimi dərdinə qurban. Belə deyim, bizdə deyirlər ki, el arasında dərd yarasını aladır. Düzdür. Dərdinizi sizin qədər çəkə bilmirik, amma şərik olmaq istəyirik. Ona görə də deyirəm ki, nə qədər şəhid var, başda emin olmaqla hamısına biz bacısı qurban. Bu şəhidləri bizə, Azərbaycan xalqına belə deyim də, hamı tanıyır, amma ailələrini tanışdıran Ruslan kimi bəstəkar demirəm mən ona fədai deyirəm. Mən ona vətən oğlu deyirəm. Bilirsiniz, çünki vətən oğlu olmaq, qəhrəman olmaq təkcə əlində silah olub səngərdə döyüşməklə getmir. Ruslan illərdir, Ruslan Səfəroğlu illərdir ki, döyüşür.
sözü ilə döyüşür, qəlbi ilə döyüşür. Bütün ömrünü Azərbaycanın uğrunda fəda verən oğulların anası üçün qurban verir. Bütün, belə deyim, bəstəkarlıq fəaliyyətini də qurban verir. Ona görə mən Ruslanın nə qədər nesi azdır, mənim üçün, mənim nəzərimdə, mən onu həmişə deyirəm, Vətən müharibəsinin fədai qəhrəmanı Ruslan Səfəroğludur. Mən ona çox təşəkkür edirəm, alqış istəyirəm ona. Çünki şəhid analarını birinci növbədə Ruslan Səfəroğlu məni tanış eləyib. Bu dəyərli mənim Qarabağlı ailəm, mənim belə deyim də, anam, bacım, evimin bəzəyi, Şücaət ana, Məlahət ana, ikinizin də qarşınızda baş əyirəm. Görməyim sizi, bir dənə onu deyirəm ki, bütün başda Eminin anası olmaqla, bütün şəhid analarının başındakı qara yaylığa qurban. Çünki o qara yaylıq Qarabağın qara rəngli dərdidir. Qarabağın qara rəngli dərdini alıb, başlarına qara rəngli yaylıq salanırlar. Qarşınızda baş əyirəm, var olun. Mən Emini şəhid olmamışdan qabaq tanıyıram və Emin bizim mağazanın daimi müştərisi idi və mən o satıcı işləyirdim. Məlahət ana, Allah sizə səbir versin, can sağlığı versin. Məlahət ananı da mən, yəni Emin şəhid olmamışdan qabaq tanımışam. Allah bir daha heç kimə şəhidlik xəbəri qismət eləməsin. Hər kəsin qarşısında baş əyirəm, şəhid Allahımızın qarşısında baş əyirəm, əllərindən öpürəm. Narahat olun, Məlahət ana ayaqlarını gəlir. Məlahət ana, Allah səbir versin. Emin çox qeyrətli oğul olur. Çünki Emin Moykada işləyirdi. Bizim mağazanın arxasında Moykada işləyirdi. Həmişə də gələndə İnanın ki, başını qaldırıb heç kimə baxmazdı. İstəyir xanıma, istəyir bəyə, həmişə baş aşağı nəsə alardı, heç nə deməzdi. Allah səbir versin, onu siz qeyrətli anasınız, böyütmüşsünüz, çox qeyrətli böyütmüşdünüz. Allah sizə can sağlığı versin. İnşallah Elvinlə də biz bir yerdə oxumuşuq, rəqsə getmişik. İnşallah Elvinin xoş günündə Allahın izni ilə. Çox sağ ol, nə qədər ki canımda can var, yanınızdayım. Və buradakı şəhid analarına Allahdan səbir diləyirəm, Allah səbrinizi versin deyirəm. Allah sizlərə uzun ömür, can sağlığı versin ki, siz yaşayasınız ki, şəhidlərimizi yaşadasınız. Və Allah cəm şəhidlərimizin məkanın cənnət məqamları ucu etsin. Salam olsun şəhidlərimizə. Boynun Qarabağında düşmən at oynadı arar boyunca. Qəlbim qan ağlayır bu göz yaşında. Gəl boyuna qurban ay vətən Şuşa yaylarını düşdüm alandı. Gözleri doldu, kapkara meşesi saçını yordu. Gel boyuna kurban ay vətən Şuşa yaylarını siz duman aldı. Harbi bilemem gözleri doldu. Kapkara meşesi saçını yordu.
gözleri doldu. Topkana meşesi saçını yoldu. Gel boyuna kurban ay vatan Şayaylama siz duman aldı. Har bülbülümün gözleri doldu. Topkana meşesi saçını yoldu. Gel boyuna kurban, gel boyuna kurban ay vatan oldu. Allah bir daha hem şehitlerimizin mekanını Hepinize teşekkür ederim geldiğiniz için. Melahet Hanım'ın yanındayım, hamımızı sıkırsan. Allah rahmet eylesin bu cengaver şehidimize. Ne diyek? Ruslan kardeşimize de teşekkür ederim. Eksikten buluştu. Hem nəğmələrindən, bəstələrindən. Her zaman şehit ailelerinin yanındasın. Hakkını halal elə. Çok teşekkür ederim. Allah şehitlerimizin mekanın cennet, mekanlarını uca etsin. Ben az önce mezarlıkta çıkış etmişim diye vaxtınızı çok almayacağım. İgid qəhrəman oğulların ruhu karşısında ehtiramla baş əyirəm. Melahet ananın ellerinden öpürəm, İgid qəhrəman oğul böyütdüyü üçün. Baş əyirəm. Bugün yine seni hatırlattı geçmişime. Bakışların kederliydi.
Xoş gördük hər birinizi və mən bizlərə bir salavatın cavabını milyon kəs qaytaran ruh dünyası başda olmaqla hər birinizi hörmət və ehtiramla salamlayıram. Bugün biz bura dəyərlimiz Emil İsmailovun anım gününə gəlmişik və o ruhun işığına, o ruhun nuruna cəm olmuşuq. Bəli, şəhidlər bizim üçün qüruru acıdan, acısı qürurdan daha çox olan şəhidlərimizdir. Şəhidlər bizlərdən daha çox vətənpərvər, daha çox sinəsini önə verən igidlərimiz, qardaşlarımız, atalarımızdır. Mən burada Məlahət ananın belə bir sözünü eşitdim ki, şəhid analarının əllərindən ötürəm. Doğrusu, o sözü dedikdən sonra mən nə deyəcəyimi bilmədim. Mən elə gəlir ki, biz öldükdən də sonra torpağımız şəhid ruhlarına borcludur, elə deyərdim. Çünki şəhidlərin əməyi, zəhməti, qanı danılmazdı. Bu ruhların qarşısında baş əyirəm, bu müqəddəs ruhların qarşısında. Və təbii ki, şəhid analarına Allahdan sonsuz səbir diləyirəm. Bir neçə gəlmə ümumi şəhidlərimizi bəhs edən bir şeir söyləmək istəyirəm. Canı ilə can aparıb, bax bugünkü andı şəhid. Ucalıb şəhadətə, üfüqlərdə dandı şəhid. Qanı ilə sulanıbdı, bu torpağın dağı, düzü, lalə tək al geyinib. Nə geniş ümmandı şəhid. Gah dönür göyərsinə, gah da xarı bülbülümə. Gah dönür göyərsinə, gah da xarı bülbülümə. Enilməz məqamı var, nə gözəl ünvandı şəhid. Şəhiddən Quran yazır, hecaları, bəndləri var. O hələ bətindədir, doğulacaq candı şəhid. Günlərlə zikr elədim, İzzət ilə adlarını, pərvanə döndü külə, Qarabağda şamdı şəhid. Lətfə aram-aram, xırdaladı sözlərini, göylərdən endi səda, diqqət edin, sağdı şəhid. Göylərdən endi səda, diqqət edin, sağdı şəhid. Bəli, o yerdə ki, Quranda belə bəhs edilir, şəhidlər sağdır, bizim sözlərimizin bəlkə qüvvəsi də azalır. Və mən icazənizlə bir də şəhidimiz Emilə daha ucasan, Qarabağ adı ilə öyünən Emil. Bəylik kostyumun qoyub kənarda şəhidlik libasın geyinən Emil. Torpağa sarıldın öz anan kimi, dillərə dastansan tar, kaman kimi. Sən də vəfasızsan bu zaman kimi, şəhid libasını geyinən Emil. Fəxarət gətirdin, şöhrət gətirdin. Emil, bəli də. Fəxarət gətirdin, şöhrət gətirdin. Hörmətin üstünə hörmət gətirdin. Tayına, tuşuna ibrət gətirdin. Şəhid libasını geyinən Emil. Lətfə Rəşidin əziz xələfi, vətən unudarmı dürrü, sədəfi? Oxuna tuş gəldi düşmən hədəfi, şəhid libasını geyinən Emil, Qarabağ adı ilə öyünən Emil. Allah hər birinin məkanını cənnət etsin, ruhlarım şad, məqamları uca olsun inşallah. Burada əyləşən əziz analarımızı əllərindən öpürüm. Hacım, birisi bizim üçün əzizdir, unudulmazdır və ölməzdir. Ruslan, çox sağ ol. Allah sənin başı uca eləsin, qardaş. Hər zaman Allah sənin başı uca eləsin. Sənin başın zaten ucadır. Bir belə gözəl insanların, dəyərli insanların əzizisən. Allah səni həmişə əziz eləsin. Gözlərindən öpürəm, var olasın. Sağ ol. Başında Aslanım
Səfasısan xanım Fatimə Qanalarım anasısan xanım Fatimə Ürəklərin səfasısan xanım Fatimə Bütün analarımıza gəlsin, Məlahətəniyə gəlsin. Bütün analarımıza sizə gəlsin, hamımıza gəlsin. Sən elə məhribasan, mələklər sənə heyran, aləmlərə mənasan, məqamına biz qurban, tamami eşqin təcəllası, əlinin sevdası. Sən məhidən nazir olan həqiqət misrası. Anaların anasısan xanım Fatimə Ürəklərin səfasısan xanım Fatimə Anıların sağında, insanın ağlar, dünyasının ağlar, çok gururluyum. Sen ey hakkın sevdası, həya iffət aynası, hem mehriban hem aziz, Həsənin anası. Sen cümle bir nazan, çiçekli baharsan, sen elmi şehrin kapısına ilahi esrarsan, anaların anasısan xanım Fatimə Ürəklərin səfasısan xanım Fatimə Anaların anasısan xanım Fatimə Ürəklərin səfasısan xanım Fatimə Anaların anasısan xanım Fatimə Ürəklərin səfasısan xanım Fatimə xanım Fatimə Göz yaşına qurban olum mən sənin. Ağlama şəhid anası, ağlama. Vətən bayrağımız olsun kəfənin. Ağlama şəhid anası, ağlama. Sizin oğullardır bizi yaşadan, sizin oğullardır bizi ucaldan, sizin oğullardır qeyrət olan. Ağlama şəhid anası, ağlama. Dar gündə hər biri bir əskər oldu, yenilməz oldu, tək səfərlər oldu, hər biri bir aslan şiirlər oldu. Ağlama şəhid anası, ağlama. Mənfurlara saysız zərbə vurdular, istehkam yaradıb həmlə vurdular, ölməzlik qazanıb şəhid oldular. Ağlama şəhid anası, ağlama. Gələcək nəsillər biləcək bunu, şərəflə alacaq hər mərd oğlunu, onlar da seçəcək zəfər yolunu. Ağlama şəhid anası, ağlama. Hər bir şəhidimiz baş tacımızdır. Şəhidlər göynəyən göz yaşımızdır.
Şəhidlər ant yeri vüqarımızdır. Ağlama şəhid anası, ağlama, ağlama şəhid anası, ağlama. Bu şəraiti bizə yaratdığına görə dəyərli xidmətçi qardaşlarımıza təşəkkür edirik, əziyyətimizi çəkdilər. Operator qardaşlarımız sağ olsunlar. Bizim dəyərli Səbinə bacımız hər zaman səni qeyd etməmək yanlış olar. Sən həqiqətən bizim əziyyətimizi çəkmirsən hər zaman. Bu şəhid valideynlərinin yanında olmuşsan, fədakar bir xanımsan. Allah səni qorusun. Mən sən deyə müraciət edirəm bəzən. Hər kim çatır. Dəyərli qardaşımızla Allah qorusun. Var olun. Təhiyyətən ləkum. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu. Sağ olun. Baş daşına sarılıram. Baş daşına sarılıram. Hönkür hönkür ağlayıram. Balam, balam sənə yalvarıram. Nə olar ged evimizə. Mənə üzür bu sənsizlik. Demirəm ki bir dəfəlik. Qurban olum bir gecəlik. Nə olar? Nə olar? Ged evimizə. Başımda ağ dənə xatir. Başımda ağ dənə xatir. Gözdə duman, çənə xatir. Rəhm eyləsən mənə xatir. Nə olar oğul? Nə olar? Gedə evimizə. Rəvadırmı sənsiz qalam? Gül qoxunu daşdan alam. Oy şəhid balam, igid balam. Nə olar? Nə olar gedə evimizə.